Ömər ibn Xattab xəlifə olanda Əli onun qaynatası idi. Əksər məsələləri Əli ilə məsləhətləşirdi. Əksər məsələləri. Hətta bu Rafisi kitablarında da qeyd olunub. Və hətta Ömərin adından belə bir söz nəql edirlər ki, Əli olmasaydı Ömər həlak olardı. Yəni Əlinin məsləhətləri olmasaydı. Aydındır. Və misal olaraq, məsələn, bu Nəhcül Bəlağ kitabı, bu nəşr, Əl-Huda nəşriyyatıdır, Bakı 2005-ci il. Bu kitab Seyyid Rəzi və Şərif Murtaza iki qardaş tərəfindən qələmə alınan kitabdır. Əlinin kəlamları, qısa kəlamları, Əlinin məktubları və Əlinin xütbələri. Və onlar deyirlər ki, bu kitab Nəhcül Bəlağ Şəqiqul Qur'an, yəni Qur'anın doğma qardaşıdır. Yəni Allahın kəlamı ilə eyni tuturlar. Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərini yox, Əlinin kəlamlarını. Əhl-i sünnə təbii ki, bu kitabda olan sözlərin hamısının Əliyə nisbətini qəbul etmir. Lakin elə şeylər var ki, bu kitabda olan elə xütbələr, Əlinin elə məktubları, elə sözləri var ki, bunlar səhihdir. Ona görə yox ki, Nəhcül Bəlağadadır. Ona görə ki, həmin sözlər Əhl-i sünnə kitablarında da nəql olunub. Səhih sənədlərlə ona görə qəbul edirik. Və bu əlimdə olan nəşrlə, deməli, Əl-Huda nəşriyyatı, Bakı 2005. Əli radiyallahu anhunun yanına gəlib, Osmanın qətlindən sonra, ona beyyət etmək istədikdə, Əli görün nə deyir? Əli deyir ki, məndən əl çəkin, başqasını axtarıb tapın. Əgər məndən əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Cəmaat istəyir ki, Əli xəlifə seçilsin, xəlifə olsun, Əli istəmir. Deyir, əgər məndən əl çəksəz, mən də sizlərdən biriniz kimi olaram. Hər kimi iş başına gətirib, işi ona tapşırsanız, onun buyruğunu sizdən daha artıq dinləyər və onun buyruğuna sizdən daha artıq boyun əyərəm. Və mənim sizə vəzir və məsləhətçi olmağım sizə əmir olmağımdan daha xeyirlidir. 158-159-cu səhifələr. Fikir verin, Allah tərəfindən Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xəlifə təyin edilən kəs bu sözü deyə bilər ya yox? Bu sözü deyə bilərmi ki, yəni məndən əl çəkin, gedin başqasını xəlifə seçin və kimi xəlifə seçsəz, mən sizdən ona daha çox tabi olaram. Və mənim sizə vəzir olmağım, sizə əmir olmağımdan daha xeyirlidir. Və bir neçə səhifə sonra, 162-ci səhifədə deyir ki, and olsun Allaha, mənim xilafətə əsla rəğbətim yox idi. Və xəlifə olmağa da heç vaxt ehtiyac duymamışam. Doğrudan da belə oldu. İstər Əbu Bakır xəlifə seçiləndə, həmçinin Ömər, Osman, baxırsan ki, heç vaxt Əli xilafətə can atmayıb. Hətta Osmanın vəfatından sonra belə. Xüsusən Misir əhli Əlinin xəlifə olmağını istəyəndə, onlar istəyirdilər ki, Əliyə beyyət etsinlər, Əli əlini çəkirdi. Və burada da həmin kəlmə qeyd edilir, deyir ki, beyyət üçün mən əlimi yığırdım, siz açırdınız. Mən əlimi düyürdüm, bükürdüm, siz o əli özünüzə çəkirdiniz. Və Allah tərəfindən Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xəlifət təyin olunan bir kəs heç vaxt belə bir söz deyə bilməz. Bismillah, velhamdülillah, və salatu və salamu ala Rasulillah, əmmə ba'd. Sonra İmam Əbu Bakır Əl-İsmaili rahiməhullah sözünün davamında buyurur ki, və yuthbituna xilafətə Əbi Bakrin radiyallahu anhu ba'də Rasulillahi sallallahu aleyhi və səlləm bixtiyar səhabəti iyyəh. Hədis imamları, əhl-i sünnə imamları
Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra Əbu Bəkrın xilafətini, xəlifəliyini isbat edirlər. Yəni Allah Rasulundan sonra Əbu Bəkrın xəlifə olduğunu qəbul edirlər. İxtiyar-ı səhabəti iyyəh. Sahabələrin onu xəlifə seçməsi ilə. Əbu Bəkrın xilafətini bu yolla haqlı görürlər və tanıyırlar. Və İmam Əbu Bəkr rahimehullah bu mövzu ilə artıq xilafət mövzusuna giriş edir. Və əslində xilafət mövzusu Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xəlifə kimdir, haqq xəlifə və ya kim olmalı idi, kim oldu və s. Bu mövzu əsli etibarı ilə əqidə mövzusu deyil. Lakin bu məsələdə bidət əhli, xüsusən də şiyələr, rafizilər, əhl-i sünnətə müxalif olduqları və bunun üzərində əqidə, məzhəb qurduqlarına görə əhl-i sünnə alimləri bu məsələni əqidə kitablarında qeyd ediblər. Və hətta demək olar ki, bu xilafət məsələsi artıq əqidə məsələlərindən sayılmağa başlayıb. Və belə məsələlər çoxdur. Hətta bundan da açıq məsələlər var ki, heç əqidə ilə əlaqəsi olmayan mövzulardır. Xalis fıqhi məsələlər var, bəzi məsələlər, əhl-i sünnə alimləri o məsələləri əqidə kitablarına salıblar. Məqsəd bidət əhlinə rədd vermək. Məsələn, xoflar üzərinə, corablar üzərinə məsh məsələsi. Bunun əqidə ilə əlaqəsi var? Yoxdur. Bu fıqhi bir məsələdir. Lakin bəzi alimlər, məsələn, İmam Tahavi rahmehullah, həmçinin İmam Barbahar rahmehullah, həmçinin İbn Batta, İbanətus Suğrada və digər alimlər əqidə kitablarında qeyd ediblər bu məsələni. Nə üçün? Bununla xavariclərə və şiyələrə rədd vermək üçün. Belə baxanda əhl-i sünnə ilə bidət əhli arasında fıqhi məsələlərdə fərqlər çoxdur. Bütün məsələləri salmayıblar əqidə kitablarına. Lakin o məsələləri salıblar ki, o məsələlər sanki bidət əhli ilə haqq əhli arasında ayrıcı meyyar olub. Yəni bidət əhlinin şuarı olub. Ona görə görürsən ki, tabiinlərdən bəzilər deyirlər ki, biz deyir bidət əhli ilə, bid'i ilə sünnünü ayırırdıq, ayaq geyiminə, coraba, xofa məs edib etməməklə. Bu deməli bir şuar idi. Baxırdıq, kim corabı üzərinə məs edirsə, bilirdik ki, sünnüdür. Kim etmirsə, deməli bidətçidir. Məsələn, bəzi hədis alimləri olub, tabiinlərdən, ətba tabiindən, deyiblər ki, biz corabı üzərinə, xuflar üzərinə, ayaq geyimi üzərinə məsh etməyəndən hədis rəvayət etmədik, hədis götürmədik. Aydındır və bu cür məsələləri əqidə kitablarına salmalarının səbəbi bu olur. Və xilafət məsələsi də tam bu cür olmasa da buna oxşar məsələlərdəndir. Çünki əsli etibarı ilə götürsək, əqidə məsələsi deyil. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra kiminsə xəlifə olmasının əslində əqidə ilə bir əlaqəsi var, əsli etibarı ilə yoxdur. Lakin bidət əhli bunun üzərində əqidə məzhəb qurduqlarına görə əhl-i sünnədə bu məsələyə toxunub və əqidə kitablarına, mətinlərinə salıblar. Və İmam Əbu Bakır Əl-İsmaili rahmehullah da o alimlərdən birisidir. Və qeyd edir ki, hədis imamları yuthbituna xilafətə Əbi Bəkrin ba'da Rasulillah bi-ixtiyari səhabəti iyyəh. Hədis imamları əhl-i sünnə Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra Əbu Bəkrin xilafətini qəbul edirlər, isbat edirlər sahabələrin onu xəlifə seçmələri ilə. Ümumiyyətlə, Əbu Bəkrın hansı yolla xəlifə seçilməməsi və ya Əbu Bəkrın radiyallahu anhunun xilafətinin nə ilə təyin olunub, olunmaması bu əhl-i sünnə alimləri arasında ixtilaflıdır. Və bu məsələdə 3 rəy var. Bəzi alimlər deyirlər ki, Əbu Bəkr radiyallahu anhunun xilafəti nas ilə təyin edilib.
Özdə necə nas ilə? Ən-nassul cəli. Açıq aydın nas ilə. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, yəni bunu deyən alimlər onu demək istəyirlər ki, yəni bir növ Abu Bakrı kim xəlifə təyin edib? Allah və Rasulü. Allah və Rasulü. Niyə? Çünki bu nas ilə sabit olub. Həm də açıq aydın nas ilə. Bu birinci rəydir. Bu bir çox hədis imamlarının görüşüdür. Və onlar bunu deyəndə nəyə istinad ediblər? Bir çox dəlillərə, məsələn, o dəlillərdən birisi İmam Tirmizinin, İbn Məcənin, İmam Əhmədin səhih sənədlə rəvayət etdikləri bu hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm öz sağlığında buyurur ki, İqtədu billezeyni min ba'di Əbi Bakr və Umar. Məndən sonra bu iki kişiyə Əbu Bakr və Ömərə tabi olun. Allah Rasulü sağdır, bunu deyir. Min ba'di, məndən sonra. Hətta burada nəinki Əbu Bakrın, hətta Ömərin də xilafətinin təyininə dəlil var. Və deyiblər ki, bu açıq aydın nasdır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm ölümü ilə nəticələnən xəstəliyində, can üstündə olanda, xəstə ikən, xəstə yatağında əmr edir ki, Muru Əbə Bakr fəlyusalli bin nəs. Əbu Bakr'a əmr edin, insanlara namaz qıldırsın. Bu deyiblər ki, açıq aydın dəlildir. Xilafətə, Əbu Bakrın xəlifəliyinə açıq aydın dəlildir ki, bu Allah və Rasul tərəfindən təyin edilib. Çünki o dövrdə indiki kimi deyildi. Kim gəldi, insanları namazda imam dursun. O zaman, o dövrdə, məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında insanlara namazda kim imam dururdu? Allah Rasulü aleyhissalatu və səlləm və ya onun təyin etdiyi kimsə. Xəlifələrin dövründə də belə olub. Məsələn, Mədinədə xəlifə Peyğəmbər məscidində insanlara imamlıq edirdi və ya o olmayanda onun təyin etdiyi kəs. Və ya digər vilayətlərdə həmin xəlifənin təyinlədiyi vali. Yəni, hər bir halda namazda imamlıq nəyə qaydırdı? Xəlifəyə. Yəni, bir növ namazda imamlıq nəyə dəlil idi? Xilafətə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm özü sağdır. O qədər sahabə içərisində deyir ki, Muru Əbə Bakr fəlyusalli bin nəs. Əbu Bakr'a əmr edin ki, insanlara namaz qıldırsın. Və hətta Allah Rasulü aleyhissalatu vesselam can üstə olarkən sahabələrə deyir ki, gətirin, mən sizə bir şey yazmaq istəyirəm. Və həmin hədislərin birində, bir ləfsdə, Səhih Müslimdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həmin o yazmaq istədiyi şeyi qeyd edəndə bir kəlmə deyir, işarə edir. Deyir ki, Yə'bəllah vəl-muslimun illə Əbə Bakr. Allah və müsəlmanlar Əbu Bakrdan başqasına razı olmaz. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözündən bilinirdi ki, Allah Rasulü aleyhissalatu vesselamın yazmaq istədiyi nə idi? Əbu Bakrın xilafəti. Və bu kimi bir çox dəlillər. Bu və digər dəlillərə əsasən alimlər bəzi və bir çox hədis imamları deyiblər ki, Əbu Bakrın xilafəti açıq aydın nas ilə təyin edilib. Və ikinci qisim alimlər deyiblər ki, açıq aydın nas ilə yox, bin nasil xafi, gizli nas ilə, yəni ona bizim dildə deyirlər işarə və ya eyham vurmaqla. Bəzi alimlər bunu deyib. Məsələn, tabiinlərdən Həsən el-Basri radiyallahu anhu və qeyriləri. Onlar deyiblər ki, Əbu Bakrın xilafətinə yəni açıq aydın nas yoxdur. Hansı ki, deyək ki, Əbu Bakrı xilafətini Allah və Rasul təyin edib. Yox.
Nə deyiblər? Deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onun xilafətinə işarə edib. İşarə edib, bayaqki dəlillərə əsasən. Özü sağ ikən, xəstə halında onu insanlara imam təyin etməsi ilə və s. Və deyiblər ki, bu işarə kifayət edib. Allah Rasul tərəfindən kifayət edib sahabələrə. Onlar bu işarədən başa düşüblər ki, xilafətə o layiqdir. Və bəzi alimlər isə deyiblər ki, yox, Əbu Bakrın xilafəti nas ilə sabit olmayıb. Nə ilə sabit olub? Sahabələrin onu xəlifə seçməsi ilə. Yəni bir növ sahabələr Əbu Bakrı yox, başqasını xəlifə seçsəydilər, seçə bilərdilər. Lakin İslamı ilk qəbul edənlərdən və sahabələr içərisində ən əfsəl sahabələrdən olduğuna görə Əbu Bakr radiyallahu anhunu xəlifə seçiblər. Və təbii ki, Əbu Bakr radiyallahu anhunun xilafətinə ən böyük dəlil nədir? Haqq olduğuna sahabələrin icması. Allah azze ve celle buyurur ki: "Və men yuşaqqikir rasul min ba'di ma tebeyyene lehu'l huda və yettabi' gayra sabilil mu'minin nuvallihi ma tawalla və nuslihi cehennem." Kim peyğəmbərə qarşı çıxıb möminlərin yolundan başqa bir yol tutarsa, onu getdiyi yolda buraxar və sonunda cəhənnəmə atarıq. Fikir verin ayəyə. Allah azza və cəllə tək Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə müxalif olmağı qeyd eləmədi. Dedi ki, mən yuşaqiqir rasul. Kim Peyğəmbərə müxalif olub, möminlərin yolundan başqa bir yol tutarsa. Məlumdur ki, bu ayə nazil olanda yer üzündə möminlər kimlər idi? Allah azza və cəllə bu ayədə qeyd elədi. Sahabələr. Deməli, Allah azza və cəllə buyurur ki, Peyğəmbərin sünnətinə müxalif olan və möminlərin, sahabələrin yolundan başqa bir yol tutanın yəni nəticəsi, sonu budur. Onu getdiyi yolda buraxar və sonunda cəhənnəmə atarıq. Və sahabələr icma ilə Əbu Bakrın Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xəlifə olduğunu qəbul ediblər. Bəs müəllif İmam Əbu Bakr Əl-İsmaili rəhməhullah bu üç rəydən hansındadır? Hə? Kim deyər? Hı? Biz dedik. Hansı birincidə? İmam Əbu Bakr rəhməhullah necə dedi? Dedi ki, necə? Əhsən. Əbu Bakr rəhməhullah müəllif deyir ki, götür onun əlindən. İmam müəllif rəhməhullah deyir ki, və yuthbituna xilafətə Əbi Bakr ba'da Rasulillah bin nas yoxsa bixtiyarı sahabəti iyyəh. Deməli, hədis imamları Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra Əbu Bakrın xilafətini ispat edirlər nə ilə? Sahabələrin onu xəlifə seçmələri ilə. Aydındır. Və Əbu Bakr radiyallahu anhunun xəlifə seçilməsi müxtəsər olaraq necə olur? Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndən sonra hələm Allah Rasulü aleyhissalatu vesselam'ı bastırmamışdılar. Onun cənazəsi ilə yuyulması, kəfənlənməsi ilə məşğul olduqları ərəfədə eşidirlər ki, mühacirlər, yəni Məkkəli sahabələr, Mədinəli sahabələr, yəni ənsallar, deməli, Bənu Səidənin toplantı yeri olur. Ona deyirlər ki, Səqifətu Bəni Səidə. Yəni, Səqifə bir çardağa deyirlər. Orada toplanıblar və öz içərilərindən birini xəlifə seçmək istəyirlər, ənsallar. Xüsusən də Sə'd ibn Ubadəni radiyallahu anhu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də öz sağlığında demişdi ki,
ümumi olaraq xilafət Qureyşindir. Ona görə Allah Rasulundan sonra xəlifələrə baxın, istər Raşid və qeyri-Raşid, onların hamısı Qureyşdəndir. Hətta xəlifə üçün onun Qureyşdən olması şərtdir. Əgər seçim olacaqsa. Bir çox alim belə deyib. Və Əbu Bakr radiyallahu anhu bunu eşidəndən sonra, həmçinin Ömər ibn Xattab, həmçinin Əbu Ubeydə ibnül Cərrah radiyallahu anhum gedirlər ora və ənsarlara izah edirlər ki, xəlifə Qureyşdən olmalıdır. Biz bu məsələdə əmirik, siz isə vəzir. Bəs nə üçün ənsarlar orada öz işlərindən birinin xəlifə seçilməsi üçün toplanmışdılar? Çünki Mədinəli sahabələr elə başa düşmüşdülər ki, Peyğəmbər Məkkəli sahabələr Mədinədə qərar tutublar Allah Rasuluna görə. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndən sonra onlar qayıdacaqlar Məkkəyə. Bu İslam dövlətinin mərkəzi haradır? Mədinə. Onlar fikirləşirdilər ki, Mədinə əhli öz içlərindən kimisə xəlifə təyin etməlidirlər. Səbəb bu idi. Və başqa səbəb yox idi. Və həmin yerdə Əbu Bakr radiyallahu anhuya beyyət edirlər. Mən müxtəsər olaraq deyirəm, sahabələr beyyət edir, həmin yerdə olan sahabələr. Və sonra bu xəbər yayılır, artıq bilirlər ki, Bənu Səidə toplantısında Əbu Bakr xəlifə seçilib. Və sonra digər sahabələr də Əbu Bakr radiyallahu anhuya beyyət edirlər. Və Əbu Bakr radiyallahu anhunun xilafəti 2 il, təxmini 2 il, 2 il 3 ay davam edir. Və sonra İmam Əbu Bakr el-İsmaili rahmehullah buyurur ki, "Sümmə xilafətə Umar ba'də Əbi Bakrin bistixilafi Əbi Bakrin iyyəh." Sonra hədis imamları Əbu Bakrdan sonra Ömərin xilafətini isbat edirlər. Deyirlər ki, Əbu Bakrdan sonra xəlifə kimdir? Ömər bin Xattab. Nə ilə? Bistixilafi Əbi Bakrin iyyəh. Əbu Bakrın onu xəlifə təyin etməsi ilə. Bu da xilafətə gəlmənin yollarından birisidir. Rəhbər seçmənin yollarından birisi. O da nədir? İstixlaf. Yəni, hakimin, rəhbərin özündən sonra kimisə xəlifə təyin etməsi. Buna deyirlər istixlaf. Və dəlil Əbu Bakrın əməli. Və dəlillərdən birisi. Əbu Bakr radiyallahu anhu ölüm yatağında olanda bəzi sahabələrlə məşvərət edir, Osmanla, Abdurrahman ibn Avf və digər ağsaqqal sahabələrlə və deyir ki, mən fikirləşirəm ki, yəni qərarım budur ki, bu xilafəti özümdən sonra təhvil verim Ömərə. Çünki onu, mən bu işə sizin içinizdə ən çox onu layiq bilirəm. Və beləcə Ömər radiyallahu anhu gəlir xilafətə və təxmini 10 il yarım xəlifə olur. Və demək olar ki, Əbu Bakr və Ömərin xilafəti radiyallahu anhumə İslam tarixinin ən parlaq vaxtları olur. Və İslam coğrafiyası demək olar Ömər ibn Xattabın dövründə ən çox Ömər ibn Xattab radiyallahu anhum zamanında genişlənir. Sonra müəllif rahimehullah buyurur ki, "Sümmə xilafətə Uthman biictimai əhli şura və sairil muslimin aleyhi an əmri Umar." Sonra əhl-i sünnə Osmanın xilafətinin haqq olduğunu deyirlər. Nə ilə? Ömər ibn Xattabın təyin etdiyi şura əhlinin və digər müsəlmanların onu xəlifə seçməsi ilə. Bu da xilafətə gəlməyin yollarından birisidir. O da nə? Şura əhlinin kimisə xəlifə təyin etməsi. Allah Azze və Cəllə buyurur ki,
Peyğəmbər sallallahu aleyhi və səlləmə xitabən və şavirhum fil əmr. Sən öz işlərində, iş barədə onlarla məşvərət et. Və əmruhum şura beynəhum. Digər ayədə Allah azə və cəllə buyurur ki, onların işləri öz aralarında şura ilədir. Məsləhət, məşvərət ilə. Və Ömər ibn Xattab radiyallahu anhu can üstündə olanda Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında cənnət ilə müjdələdiyi 10 insan var idi. Onlardan kimlər ki sağ idi, onları şuraya təyin edir. Sağ olanlar kimlər idi? Osman idi, Əli idi, Abdurrahman ibn Of idi, Talha ibn Ubeydullah və Zübeyir ibn Avvam, sonra Sa'd ibn Əbi Vaqqas. Deməli, Osman, Əli, Talha, Zübeyir, Abdurrahman ibn Of, bir də Sa'd ibn Əbi Vaqqas. Neçə nəfər edir? 6 nəfər. Lakin fikir verin, rəqəm elə bir rəqəmdir ki, 6, yəni 3-cə qalsa kiminsə seçilməyi çətin olur deyə oğlu Abdullah ibn Öməri də təyin edir şuraya. Lakin şərt qoyur ki, o seçilməyəcək. Ehtiyac olsa onun rəyinə dönmək üçün dönüləcək. Heç ehtiyac olur? Ehtiyac olmur. Ehtiyat üçün deyir, heç ehtiyac da olmur. Şura əhli 7 nəfər olur. Bir də əlavə Abdullah ibn Ömər, 7 nəfər. Və onlar toplanır. Ömər radiyallahu anhun vəfatından sonra Abdurrahman ibn Of özü deyir ki, bu 6 nəfərdən 3-ü digər 3-ünün leyhinə öz səsini götürsün. Yəni Abdullah ibn Ömərə ümumiyyətlə ehtiyac yoxdur. Və Sa'd ibn Əbi Vaqqas öz əlini götürür Abdurrahman ibn Ofun leyhinə. Sa'd deyir ki, Abdurrahman qoy xəlifə olsun. Və Zübeyir əlinin, Talha da Osmanın xeyrinə öz səsini götürür. Deməli, qalır Abdurrahman ibn Of, Osman, bir də Əli. Abdurrahman ibn Of da çəkilir. Çünki onların məqsədi ümumiyyətlə xəlifə olmaq deyildi. Sadəcə olaraq Ömər ibn Xattab təyin etdiyinə görə bu işə əl qoymuşdular. Abdurrahman çəkilir və sonra vaxt istəyir və bütün Mədinə əhli ilə məsləhət, məşvərət edir və görür ki, insanların çoxusu Osmanın xəlifə olmasının tərəfdarıdır. Həmçinin ola bilsin bunun səbəblərindən də birisi nə idi? Osmanın Əliyə nisbətdə daha ağsaqqal olması, yaşlı daha böyük olması. Və beləcə Osman radiyallahu anhu xəlifə seçilir və Abdurrahman ibn Of ona beyyət edir və dalınca da kim? Əli. Yəni Osmana beyyət edənlərin ikincisi kim olur? Əli. Çünki onlar üçü bir yerdə olur. Elə birinci Abdurrahman beyyət edir, sonra Əli və sonra digər şura əhli və bu artıq xəbər çatandan sonra digər müsəlmanlar da beyyət edir. Təbii ki, digər müsəlmanların beyyət etməsi gəlib bir-bir Osmanla görüşməsi deyildi. Əsas o qəbilə başçıları, şura əhli beyyət edirdi və digər müsəlmanlar da bu beyyətin haqq olduğunu qəbul edirdilər və bununla da iş tamamlanırdı. Və Osman radiyallahu anhu da beləcə demək olar ki, 12 il, lap dəqiq 11 il, 11 ay xəlifə olur. Və sonra Osman müəllif rahimehullah buyurur ki, "Summa xilafətə Ali ibn Əbi Talib." Əhlüsünnə imamları Osmandan sonra kimin xəlifəliyini qəbul edirlər? Əlinin. Bi bey'ati men bay'a min el-Bedriyyin Ammar ibn Yasir və Sahil ibn Huneyf və mən təbi'ahuma min sair sahabati ma'a sabiqatihi və fadlihi. Bədir əhlindən Əliyə, o Ammar ibn Yasir, Sahil ibn Huneyf radiyallahu anhuma, bu cür hər iki sahabə də Bədir əhlindən olan sahabələrdə Əliyə ilk beyyət edən sahabələr olur. Tək bunlar yox. Talha, Zübeyir də həmçinin və o cümlədən də Ammar və Sahil ibn Huneyf. Ona görə müəllif onları qeyd edir ki, Əli radiyallahu anhunun xilafətini qəbul edirlər
və o necə xəlifə seçildi? Ammar ibn Yasir, Səhil ibn Huneyf kimi Bədir əhlinin ona beyyət etməsi ilə. Həmçinin digər sahabələr. Və mən təbi'ahuma min sairi sahabə. Həmçinin bu beyyətdə onlara tabi olan digər sahabələrin beyyəti ilə. Nə üçün əlini seçdilər? Ma'a sabiqatihi və fadlihi. Əlinin həm fəzilətinə görə, həm də İslamı ilk qəbul edənlərdən olduğuna görə. Çünki Osman radiyallahu anhu evində o məzlumcasına şəhid edildikdən sonra Mədinədə bir çaxnaşma olur. Və fəsad əhli elə bir vaxt seçirlər ki, cəmaət həmin vaxt həcdə olur. Çünki sual ortaya çıxa bilər ki, necə onlar Mədinədə sahabələr ola-ola Osmanı qətlinə nail ola bildilər? Sualın cavablarından birisi budur. Çünki onlar elə bir vaxt seçmişdilər ki, yəni Osmanı, xəlifəni o qoca yaşında müdafiə edə biləcək, onların qabağında dura biləcək bir qüvvə yox idi. Həc vaxtı idi. Demək olar Mədinə boşalmışdı. Mədinədə indiki kimi deyildi. Yəni əhalisi məhdud sayda idi. Hətta təsəvvür edin ki, Osman radiyallahu anhu evində mühasirədə olanda Əli Mədinədə idi. Oğlanları Həsən, Hüseyin hamısı qapının ağzında idilər. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində imamlığı ələ almışdılar. Təsəvvür edin, Mədinədə Əli oradadır, lap tutalım ki, Osman mühasirədədir, bəs Əli. Yəni vəziyyət elə bir vəziyyət idi ki, hətta həmin xavariclər, həmin o fəsad əhli Peyğəmbər məscidində imamlığı ələ almışdılar. İmam dururdular. Anarxiya. Belə bir vəziyyətdə yəni Osmandan sonra kim xəlifə olacaq? Misir əhli Əlinin xəlifə olmasının tərəfində idilər. Misir əhli. Küfə əhli Zübeyrin, Bəsrə əhli də Talhanın. Əsas namizədlər Talha idi, Zübeyr idi və Abdurrahman ibn Auf idi, Əli idi, həmin şura əhli idi. Ömər ibn Xattabın təyin etdiyi şura əhli idi. Və bilmirdilər ki, Osmandan sonra kim xəlifə seçilsin və Ammar ibn Yasir və Səhil ibn Huneyf və həmçinin Talha, Zübeyr özləri Əli radiyallahu anhuya ilk beyyət edən sahabələrdən olurlar. Və beləcə bu beyyətə sonra digər sahabələr, tabiinlər də tabi olur və beləcə Əli radiyallahu anhu Osman radiyallahu anhudan sonra xəlifə təyin edilir. Və əslində əhl-i sünnə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra kim necə xəlifə olubsa olduğu kimi də qəbul edir. Yəni Allah Resulü aleyhissalatu və səlləmdən sonra xəlifə olub Abu Bakır, sonra Ömər, sonra Osman, sonra da Əli və əhl-i sünnə bu cürdə qəbul edir, bu sırayla. Və bu xəlifələr raşid xəlifələrdir. Raşid yəni pak xəlifələr. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, aleykum bi sünnəti və sünnətul xulafəir raşidin əl-mehdiyyinə min ba'di. Mənim sünnətimə və məndən sonra gələcək raşid xəlifələrin sünnətinə əməl edin, tabi olun. Addu aleyhə bin nəvaciz. Hətta onların sünnətindən, yəni yolundan azı dişlərinizlə yapışın. Həmin bu raşid xəlifələr kimlərdir? Digər hədis ona izah edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-xilafətu min ba'di 30 sənə, thumma təkunu mulkə. Məndən sonra xilafət, yəni raşid xəlifəlik 30 il davam edəcək. 30 il. Ondan sonra məliklik, yəni padşahlıq gələcək. Və doğrudan da Abu Bakr radiyallahu anhunun, Ömər, Osman, Əlinin xəlifə olduqları illəri, ayları hesablayanda və Həsən radiyallahu anhunun xəlifə olduğu 6 ayı da əlavə edəndə 30 il tamamlanır.
Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi kimi. Və sonra nə gəlir? Bu Raşid xəlifə xilafət dönəmindən sonra padşahlıq dövrü, məliklik. Və ilk məlik, ilk padşah kimdir İslamda? Muaviyə radiyallahu anhu. Və padşahların ən xeyirlisidir. Və ondan sonra artıq xilafət atadan oğula keçir. Əməvilər, sonra Abbasilər. Və ona görə Raşid xilafət adlanmır. Nə adlanır? Padşahlıq. Aydındır. Və sonra burada bir məsələ var, onu qeyd eləmək istəyirəm, bu önəmlidir. Xilafət ilə fəzilət arasında fərq var. Xilafət ilə, yəni əhl-i sünnə xilafət ilə fəziləti bir-birindən ayırıb. Bu nə deməkdir? Baxın, bu dərsdə biz götürdüyümüz məsələ ən əfsəl sahabə hansıdır? Əbu Bakır, Ömər, Osman, Əli. Mövzu budur, yoxsa xilafət mövzusudur? Xilafət mövzusudur. Yəni sual budur ki, bunlar eyni mövzu deyil, ayrı-ayrı mövzulardır, yoxsa eynidir? Yəni sualı belə verək. Əhl-i sünnəyə görə Peyğəmbərdən sonra haqq xəlifə, birinci xəlifə kimdir? Əbu Bakır, sonra Ömər, sonra Osman, sonra Əli. Müəllif bunu qeydlədi, eləmədi. Yəni müəllifin qeydlədiyi bu idi, yaxşı. İndi sual. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra ən əfsəl sahabə kimdir? Əbu Bakır, sonra Əli. Onda bu ikisi eyni mövzudur, yoxsa ayrı-ayrı mövzulardır? Hə? Ayrı-ayrı mövzulardırsa, niyə ayrı-ayrı mövzulardır? Bunu bundan ayıran əsas nədir? Bundan qabaq əqidə dərsində Yox, dönən, izah elə. Yəni fərq nədədir? Fərq nədir yəni? Düz cavab budur, bəli. Fərqli mövzulardır bunlar. Yox, xilafətdən gedir. Bu 4 sahabədən gedir söhbət. Yox. Baxın, biz qəbul edirik ki, dedik ki, sual verdim. Allah Rasulundan sonra, aleyhissalatu vesselam'dan sonra xəlifələr kimlərdir? Sırasıyla dediniz Əbu Bakr, Ömər, Osman, Əli. Fəziləti soruşdum, dediniz Əbu Bakr, Ömər, Osman, Əli. Onda fərq nə oldu? Yox, onları getmir. Yəni belə sual verim. Buyur. Əgər orada məsələn qalsaydı xəlifə yox, o üstündən qalsaydı, çünki Əli barədə olan Peyğəmbər sallallahu əleyhi və səlləmin üstünlüyü daha çox olmuş. Yox. Bax belə bir sual verim. Belə bir sual verim. Birdən bir adam çıxıb desə ki, yox, Ömərdən sonra xəlifə Osman yox, Əli olmalıydı. Xəlifə. Bunun yeri var ya yoxdur? Yaxşı, birdən biri desə ki, bu xilafət mövzusudur. İndi qayıdırıq fəzilət mövzusuna. Birdən biri desə ki, yox, Əli Osmandan əfsəldir. Bunun yeri var ya yoxdur? Fərq aydın oldu? Fərq bundadır ki, xilafət mövzusunda əhl-i sünnə icma edib. Bunda ixtilaf yoxdur. Xilafət mövzusunda. Yəni, xilafət mövzusunda kimsə desə ki, Osman Ömərdən və ya Əli Osmandan qabaq xəlifə olmalıydı falan peşməkan, bu zəlalətdir. Bu bidətdir. Kim bunu desə, bu zəlalətdir yəni. Niyə? Çünki sən bununla bir növ sahabələrin icmasına müxalif olursan. Amma birdən kimsə desə ki, fəzilət məsələsində, mən deyirəm ki, ən əfsəl sahabə Əbu Bakr və Ömərdir. Sonra bilmirəm. Təyin də etmirəm. Və ya sonra Osmandır. Osmandan sonra təyin etmirəm. Və ya Ömərdən sonra Əlidir. Bunu desə, bununla insan bidətçi olmur. Bununla insan zəlalətə düşmür. Əhl-i sünnənin bir çox alimləri belə deyiblər. Məsələn, indi biz Əl-Əqidatul Vasitiyyədən Şeyxülislam İbn Teymiyyə Rəhməhullahın sözünü oxuyacaq bu barədə. Rəhməhullah deyir ki, xilafət məsələsindən danışandan sonra deyir ki, Ma'a ənə bə'də əhl-i sünnə kənu qad ixtələfu fi Uthman və Ali. Lakin
Lakin əhl-i sünnədən bəziləri Osman və Əli barədə ixtilaf ediblər. Osman və Əli barədə. Onların xəlifə olmaları barədə yox, fəzilətləri barədə. Ba'də ittifaqihimə alə təqdimi Əbi Bakr və Umar. Nədən sonra ixtilaf ediblər? Əbu Bakr və Ömərin ən əfsəl sahabə olduqları məsələsində ittifaq edəndən sonra. Yəni, Əbu Bakr və Ömərdə ixtilaf yoxdur. İxtilaf Əbu Bakr və Ömərdən sonradır. Eyyuhumə afdal. Osman və Əlidən hansı daha əfsəldir? Bunda ixtilaf ediblər. Fəqəddəmə qavmun Osman. Əhl-i sünnədən bir qism alim deyiblər ki, Osmandır. Və səkətu və susublar. Əv rabba'u bi Ali. Bəzi alimlər isə susmayıblar. Deyiblər Osman sonra Əli. Və qəddəmə qavmun Aliyyən. Və bəzi alimlər isə Əlini qabağa çəkiblər. Deyiblər ki, Əbu Bakr Ömərdən sonra ən əfsəli Əlidir. Bu Əbu Hanifədən rəvayət olunur. Bu rəy. Və qavmun təvaqqafu. Və bir dəstə alim isə tavaqquf edib, susub. Deməli, neçə rəy oldu? 3-4 rəy. Birinci rəyə görə Əbu Bakr, Ömər əfsəldir, sonra susublar. İkinci rəyə görə Əbu Bakr, Ömər, Osman, sonra susublar. Üçüncü rəy Əbu Bakr, Ömər, Osman, Əli. 4 Əbu Bakr, Ömər, Əli, Osman. Sonra Şeyxülislam rahimehullah deyir ki, "Lakin istaqarra amru ahli sünnəti vel cema'a ala taqdim Osman, thumma Ali." Lakin daha sonralar bu ixtilaf qədim ixtilafdır. Əhl-i sünnədən qədim, mütəqaddim alimlərin ixtilafıdır. Lakin sonra az bir zaman keçəndən sonra demək olar əhl-i sünnə alimlərində artıq oturuşmuş rəy bu olub ki, Osman Əlidən əfsəldir. Fikir verin, İbn Teymiyyə rahmeullah nə deyir? Buyurur ki, "Və in kanat hadihi al-mas'ala mas'alatu Osman və Ali leysat min al-usul allati yudallalu al-mukhalif fiha 'inda cumhur ahli-sünnə vel-cema'a." Deyir ki, bu məsələ ki var, Osman Əli məsələsi, yəni hansı daha əfsəldir? Bu məsələ o məsələlərdən deyil ki, bu məsələyə görə müxalif olan zəlalət əhli sayılsın. Aydın oldu? Yəni birdən əhl-i sünnədən kimsə desə ki, Əli Osmandan əfsəldir, buna görə o zəlalət əhli sayılmaz. Baxmayaraq ki, artıq bunu deyən yoxdur. Çünki əhl-i sünnədə artıq oturuşmuş, qərar tutmuş. Rəy budur ki, fəzilət də eyni ilə xilafət sırası kimidir. Şeyxülislam rahmeullah sözünün davamında buyurur ki, "Lakinnəl-ləti yudallalu fiha məsələtul xilafə." Lakin o kəs zəlalətdə ittiham edilər, kim? O kəs ki, xilafət məsələsində müxalif olsa. Desə ki, məsələn, Əli xəlifə olmalıydı. Osmandan qabaq, Əbu Bakr, Ömər və s. وذلك أنهم يؤمنون أن الخليفة بعد رسول الله أبو بكر ثم عمر ثم عثمان ثم علي. Çünki onlar yəni iman edirlər, əhl-i sünnə ittifaq edib ki, peyğəmbərdən sonra haqq xəlifə, xilafətə layiq olan Əbu Bakr, sonra Ömər, sonra Osman, sonra Əlidir. Və mən ta'ana fi xilafəti əhədin min haula fəhuva adallu min himari əhli. Kim bu 4 xəlifənin birinin xilafətinə təni etsə, o həyətindəki uzunqulaqdan da daha zəlalətdədir. Və bu məsələdə bu fərqi bildiniz, fərq nədir? Fərq önəmlidir. Və bu məsələdə əhl-i sünnəyə, nəinki əhl-i sünnəyə, ümumiyyətlə ümmətə müxalif olanlar şiələr olub. Çünki bu xilafət məsələsində digər bütün firqələr, xavariclər, məsələn, xüsusən Mu'təzilə, Əş'arilər, qeyri-firqələr hamısı ittifaq ediblər xilafət məsələsində, hətta fəzilət məsələsində də. Aydındır. Hətta mütəqaddim şiələr ümumiyyətlə Əbu Bakr və Ömər mövzusu heç vaxt gündəmdə olmayıb. İxtilaf Əli və Osman barədə olub fəzilət məsələsində. Çünki mütəqaddim şiələr hamısı ittifaq ediblər ki, bu ümmətin ən əfsəli Əbu Bakr və Ömərdir.
İxtilaf yalnız Əli ilə Osmanda olub. Xilafət məsələsində müxalif olanlar şiələr olublar. Onlar deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xəlifə Əli olmalı idi. Xilafətə layiq o idi. Nəinki xilafətə layiq o idi. Həmçinin biraz da həddi aşaraq deyiblər ki, ümumiyyətlə Əlinin xilafəti nas ilə sabit olub. Yəni, deməli, Allah və Rasulü tərəfindən təyin edilib. Əlinin xilafəti. Və Əbu Bakr, Ömər, Osman və bütün sahabələr bu məsələdə Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə bir növ müxalif olublar və sanki ona xəyanət ediblər. Və onlar nəyi dəlil gətiriblər? Dəlillərdən birisi Qədir-Xum hədisini. Peyğəmbər sallallahu aleyhi və səlləm Xum, Qadir-Xum bir bulaq yeridir. Məkkə-Mədinə arasında bir yerdir. Orada bir hadisə olur. O hadisədən qabaq Əli barədə bəziləri Peyğəmbər sallallahu aleyhi və səlləmə şikayət edirlər və Peyğəmbər sallallahu aleyhi və səlləm orada deyir ki, Əlini yanına çağırıb, mən kuntu məvlə, fəaliyyü məvlə. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Bu hədis, bu hadisə Qədir-Xum hədisi kimi məşhurlaşıb. Və bu hədisə istinadən deyiblər ki, bu dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm artıq Əlini xəlifə kimi təyin etmişdi. Yəni, mən kimin mövlasıyamsa, yəni mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir. Və hətta bəzi uydurma rəvayətləri gətiriblər ki, güya Allah Rasulü aleyhissalatu vesselam bunu deyəndən sonra Əlini ilk təbrik edən Ömər ibn Xattab olub. Təbrik edib ki, sən artıq Peyğəmbərdən sonra bizim xəlifəmizsən. Və dəhşət nədir? Dəhşət odur ki, təsəvvür edin, Allah Rasulü Əlini xəlifə seçib. Əlini xəlifə seçib. Bu iddiana əsas götürsək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hadisədən bir neçə ay sonra vəfat edib və Əbu Bakır xəlifə olub. Və Əli radiyallahu anhu nə Əbu Bakıra, Əbu Bakır xəlifə seçiləndə, nə Ömərə, Ömər xəlifə təyin ediləndə deməyib ki, bəs axı Qədir-Xumda Peyğəmbər məni xəlifə təyin etmişdi. Xüsusən də Ömər, axı sən məni xəlifə kimi qəbul etmişdin. Hətta deyirlər ki, Əliyə ilk beyyət edən Ömər olub. Onu ilk təbrik edən bu xilafətinə görə. Və ya məsələn, əgər doğrudan da belə bir şey olsaydı, ümumiyyətlə Ömər ibn Xattabın bu 6 nəfəri şura təyin etməsi var ha. Bu məsələ ilə əlaqəli rafizlərin bütün dəlillərini alt-üst edir. Yəni tarixi faktlar. Bir var nağıl danışırsan, bir var fakt, tarixi fakt. Rəvayət yox, nağıl yox, fakt. Fakt budur ki, Ömər radiyallahu anhu özündən sonra xəlifə seçilməsi üçün şura təyin etmir. Yoxsa o şura vaxtı Əli nə üçün demədi ki, siz nə edirsiniz burada? Nəyi müzakirə edirsiniz? Yəni yadınıza gəlmir ki, 10 il bundan qabaq, 15 il bundan qabaq Peyğəmbər sallallahu aleyhi və səlləm məni xəlifə seçmişdi. Deyə bilərdi, deyə bilməz, deyə bilərdi. Və ya nə deyirlər? Deyirlər ki, Əbu Bakır və Ömər radiyallahu anhuma və digər sahabilər onlar xain olublar, xəbis olublar, xilafəti Əlidən qəsb ediblər. Əgər doğrudan da məqsəd bu idisə, onda Ömər şuranı təyin edəndə o şura əhli içərisində Əlini də qeyd eləmişdi ya, yox, qeyd eləmişdi. Bəs Əlini ciddi cəhd ilə nə üçün oradan aralı tutmadı? Ki, nə badə Əlini yaxın buraxasız şuraya. Əslində belə deməli idi ya, yox, belə deməli idi. Və həmçinin Ömər ibn Xattabın radiyallahu anhu xilafətində demək olar Ömərin sağ əli Əli olub. Heç Osman olmayıb. Məsələn, Əbu Bakır radiyallahu anhu xəlifə olanda onun sağ əli kim idi? Ömər. Əksər şeyləri Əbu Bakır Ömər radiyallahu anhu ilə məsləhətləşirdi. Amma Ömər ibn Xattab xəlifə olanda Əli onun qaynatası idi.
əksər məsələləri Əli ilə məsləhətləşirdi. Əksər məsələləri. Hətta bu Rafisi kitablarında da qeyd olunub. Və hətta Ömərin adından belə bir söz nəql edirlər ki, Əli olmasaydı Ömər həlak olardı. Yəni Əlinin məsləhətləri olmasaydı. Aydındır. Və misal olaraq, məsələn, bu Nəhcül Bəlağ kitabı, bu nəşr Əl-Huda nəşriyyatıdır, Bakı 2005-ci il. Bu kitab Seyyid Rəzi və Şərif Murtaza iki qardaş tərəfindən qələmə alınan kitabdır. Əlinin kəlamları, qısa kəlamları, Əlinin məktubları və Əlinin xutbələri. Və onlar deyirlər ki, bu kitab Nəhcül Bəlağ Şəqiqul Qur'an, yəni Qur'anın doğma qardaşıdır. Yəni Allahın kəlamı ilə eyni tuturlar. Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərini yox, Əlinin kəlamlarını. Əhl-i sünnə təbii ki, bu kitabda olan sözlərin hamısının Əliyə nisbətini qəbul etmir. Lakin elə şeylər var ki, bu kitabda olan elə xütbələr, Əlinin elə məktubları, elə sözləri var ki, bunlar səhihdir. Ona görə yox ki, Nəhcül Bəlağadadır. Ona görə ki, həmin sözlər Əhl-i sünnə kitablarında da nəql olunub. Səhih sənədlərlə ona görə qəbul edirik. Və bu əlimdə olan nəşrlə, deməli, Əl-Huda nəşriyyatı, Bakı 2005. Əli radiyallahu anhunun yanına gəlib, Osmanın qətlindən sonra ona beyyət etmək istədikdə, Əli görün nə deyir? Əli deyir ki, məndən əl çəkin, başqasını axtarıb tapın. Əgər məndən əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Cəmaat istəyir ki, Əli xəlifə seçilsin, xəlifə olsun, Əli istəmir. Deyir, əgər məndən əl çəksəz, mən də sizlərdən biriniz kimi olaram. Hər kimi iş başına gətirib, işi ona tapşırsanız, onun buyruğunu sizdən daha artıq dinləyər və onun buyruğuna sizdən daha artıq boyun əyərəm. Və mənim sizə vəzir və məsləhətçi olmağım sizə əmir olmağımdan daha xeyirlidir. 158-159-cu səhifələr. Fikir verin, Allah tərəfindən Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xəlifə təyin edilən kəs bu sözü deyə bilər ya yox? Bu sözü deyə bilərmi ki, yəni məndən əl çəkin, gedin başqasını xəlifə seçin və kimi xəlifə seçsəz, mən sizdən ona daha çox tabi olaram. Və mənim sizə vəzir olmağım, sizə əmir olmağımdan daha xeyirlidir. Və bir neçə səhifə sonra, 162-ci səhifədə deyir ki, and olsun Allaha, mənim xilafətə əsla rəğbətim yox idi. Və xəlifə olmağa da heç vaxt ehtiyac duymamışam. Doğrudan da belə olub. İstər Əbu Bakır xəlifə seçiləndə, həmçinin Ömər, Osman, baxırsan ki, heç vaxt Əli xilafətə can atmayıb. Hətta Osmanın vəfatından sonra belə. Xüsusən Misir əhli Əlinin xəlifə olmağını istəyəndə, onlar istəyirdilər ki, Əliyə beyyət etsinlər, Əli əlini çəkirdi. Və burada da həmin kəlmə qeyd edilir, deyir ki, beyyət üçün mən əlimi yığırdım, siz açırdınız. Mən əlimi düyürdüm, bükürdüm, siz o əli özünüzə çəkirdiniz. Və Allah tərəfindən Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xəlifət təyin olunan bir kəs heç vaxt belə bir söz deyə bilməz. Və tək Qədrxum hədisi deyil, başqa hədisləri də dəlil gətirirlər. Təbii ki, Qədrxumda Peyğəmbər sallallahu aleyhi və səlləmin o cür deməsinin səbəbi nə idi? Mən kimin mövlasıyamsa, əldə onun mövlasıdır. Orada bir hadisə olur, mən müxtəsər olaraq deyirəm, bu dərsin mövzusu deyil. Bir hadisə olur, qənimət malları ilə əlaqəli, Yəmən əhli ilə. Və Əlidən şikayət edirlər Peyğəmbərə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm artıq həcdən qayıdan vaxt olur.
Məkkədən Mədinəyə qayıdır. Bu Qədürxum deyilən yer Məkkə ilə Mədinə arasındadır. Adətən karvanlar gedəndə orada qərar tuturlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də harda otururdusa, harda dincəlirdisə, sahabələr başında olanda onlara nəsihət edirdi. Və Qədürxumda da nəsihət edəndə həmin ondan şikayət edən o cəmaət orada olur və Əli də yanında olur. Və əlini çağırır yanına və deyir ki, məni özünüzə dost bilirsiniz, Mövla, mənası budur, dost yəni. Deyirlər ki, bəli. Və deyir ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bununla özündən sonra Əlinin xəlifə olacağını elan etmək istəyirdisə, bunu açıq aydın deyərdi. Deyərdi ki, məndən sonra Əli nədir? Xəlifədir. Həm də bunu vida həccində deyərdi. Həcdə deyərdi. Arafada deyərdi. Nəinki Məkkə, Mədinə yolu arasında Qədürxum deyiləsi bir yerdə. Aydındır. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləm.